Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün axşam sizə bu gözəlliyi çəkmək istəyirəm. Bu hosta çiçəyim axır ki açdı. Belə gözəl bir çiçək açıbdı. Demək ki, mən bilmirəm, bu məndə heç hosta gülü olmayıbdı qızlar. Yəni ilk dəfədir ki, bu il əkmişdim. Mənə hədiyyə gətirmişdilər. Əkdim belə bir qava. Bunun çiçəkləri, indi buradan yanında oturmuşam. Elə birdən ağlıma gəldi ki, sizə də video çəkim. O qədər gözəl qoxusu var ki, çox belə tünd ətriyi var. Belə gözəl. Bunu bir dəfə açdı, axşam açdı. Dedim ki, sabah videosunu çəkəcəm bunun. İstəyirəm ki, videosu da qalsın. Səhər durdum ki, yumulubdu. Sonraki gündə bu birisi açdı. Onda da mən evdə olmadım. Sonra da indi 3-cü çiçəkdir. Bunu axır ki yaxaladım bunu. Yəni belə tutduğum belə çiçəkli vaxtın. Elə istədim ki, gecə də olsa sizə bu gül haqqında belə maraqlı güldür. Çox gözəl güldür. Boğazıma elə bir tutur. Qoxusu çox tündür. Xeyli də belə tumurcuqları var. Yəqin ki, bir hər axşam açacaq. Bəzi qızlardan soruşdum, dedilər ki, bizdə gündüzdə açır. Amma bilmirəm bunun növündəndir, yoxsa nədirsə, belə yarpaqlı növüdür məndə. Yəni, bəziləri var deyirlər ki, belə cizgilidir, amma məndə belə növüdür. Qızlar deyir ki, yox, bizdə gündüzdə açır, amma məndə gecə açır bu. Axşam şərq qoğuşanda başlayır bu çiçəkləməyə. İndi sabah artıq bu çiçəyi solacaq bunun tamam. Yəni solacaq, ondan sonra yəqin ki, bu biriləri açmağa davam edəcək. 3-cü çiçəyi də artıq çox gözəl qoxulu bir çiçəkdir. Baxımı çox rahatdır. Əgər hardasa varsa mütləq əldə eləyin. Həqiqətən də mütləq bundan əldə eləmək lazımdır. Axşamlar açır məndə, səhər yumulur da bir də qayıdıb təkrar açmır. Yəni məndəki növü belədir. Əgər sizdə də varsa, belə mənə yazarsınız, şərhləri oxuyuram. Yazarsınız bunun haqqında bilmək istədiklərim var. Görün bu qışda çöldə qalırmı, yoxsa içəri mi yığırsınız, nətər? O haqqında mənə deyərsiniz. Yəni mən bunu bu illərim əkmişəm. Yəni bilmirəm ki, nətər olur da elə əkmişəm. İndi çox xoşum gəlibdi bundan. Həqiqətən də çox gözəl güldü. Buradan bir-iki dənə də sizə kitaysk rozamı göstərim. Bu sabahlarım artıq bunların belə gözəl tumurcuqları var xeyli. Sabah açmağa bunlar hazırlaşır. Məndən ən çox soruşduğunuz bir növü də o idi ki, bunu yəni nə yemləməsidir verdiyiniz, nə də bilmək istəyirsiniz ki, buna verdiyiniz nədir? Yəni mən bilmirəm adını. Dedilər ki, torpağın altına verilir. Ağ yumru dərmandır. Torpağın altına qoyursunuz, o özü yavaş-yavaş əriyir, qidalandırır. Yəni bu kitaysk rozalarıma bundan vermişəm. Soruşarsınız, maraqlanarsınız. Bitki dərmanları satılan yerlərdə böyük belə 50 kiloluq mişoxlardadır. O elə bil heyləvi götürüb mənə vermişdi. Bir stəkan qərəri almışdım mən. Bir dənə kitaysk rozalarıma verdim. Deməli, saxsının kənarından verirsiniz. Çox verməyin, yəni yandırar eləyər, bilmirəm mən. İlk dəfədir ki, elə şey istifadə eləyirdim. Yemləmə dedilər, yemləmədi. Belə. Arxada gördüyünüz də tikənlər tacımdır. O da həm bol tumurcuğu var, həm də çiçəyi var. Belə, bugünlük bu qədər olsun. Bu xanımın bu gözəlliyin şərəfinə bu günlərin bir qısa videoda istədim ki, olsa çəkim. Hələlik dostlarım, Allaha əmanət olun.